Sərçə. Ovçu Qasımın hekayətlərindən. Sizə bir hekayə söyləyəcəm. Deyəcəksiniz ki, yenə Qasım uydurmalarını başladı. Sizi inandırıram ki, bu uydurma deyil. Öz gözlərimlə gördüyüm keyfiyyətdir. Mənim rəhmətli atam həmişə deyərdi, bir doğru ki, yalana oxşadı, onu demə. Mənim bu hekayətim yalana oxşuyur. Amma sizin canınız üçün sırf həqiqətdir. Neçə sənə bundan əqdəm Tərnəvidə getmişdim. Orada Molla Abbasla işim vardı. Hamınız bilirsiniz ki, Tərnəvidin xalqı arıçılıqla məşğul olurlar. Molla Abbasın özünün də neçə səbət arısı vardı. Baharın gözəl günlərindən biri idi. Molla Abbasla dəhlizin qabağında əyləşib söhbət edirdik. Mollanın arvadı da dəyirmanına üçün buğda yuyub günə sərmişdi. Molla Abbas həm mənimlə söhbət edirdi, həm əlindəki bir uzun çubuqla buğdanın üstünə gələn toyuqları və quşları qovurdu. Birdən bir arı gəlib bir buğda apardı. Hər ikimiz təəccüb etdik. Buğda arının nəyinə lazımdı? Hər şey fikir etdik, bir şey duya bilmədik. Birazdan sonra arı gəlib bir buğda da apardı. Molla Abbas dedi, arı gəlib bir buğda da aparsa, bu qocalığıma baxmayaraq onun dalınca gedəcəyim. Mən cavabında dedim, mənim ayaqlarım bərkdir, mən gedərəm və xəbər gətirərəm. Həqiqət, arı gəlib bir buğda da götürüb uçdu. Mən qalxıb onun dalınca yüyürdüm. Arı getdi, mən getdim. Arı getdi, mən getdim, endik bir dəriyə. Arını gözdən qoymuram. Baxıb nə gördüm? Sizin canınız üçün bir zərrə sözümdə yalan yoxdur. Gördüm, kolun altında bir kör sərçə oturub. Arının dızıltısını eşitcək, ağzını ayırdı və arı buğdanı onun ağzına buraxıb getdi. Mən tamam heyrətdə qayıdıb, gördüyümü Molla Abbasa nağıl etdim. Molla Abbas bir qədər fikrə getdi, sonra bir salavat çevirib dedi, böyük möcüzdür. Qulaq asanlar bu nağılı Qasımın uydurmalarından hesab edib əhəmiyyət vermədilər. Belə nağıllardan Ovçu Qasımın dilindən çox eşitmişdilər.